getirmişəm. Gözəl Bakı şəhərindən, Davudlu səhərindən sizə salam getirmişəm. Qatar qatar durnalardan, yaşıl başlı sonarlardan hey. Qatar qatar durnalardan, yaşıl başlı sonarlardan hey. Azərbaycan diyarından, Koroğlunun nigarından sizə salam getirmişəm. Azərbaycan diyarından, Koroğlunun nigarından sizə salam getirmişəm. Sizə salam getirmişəm. Əhsən. Xalq artisti Gülyaz Məmmədova. Xoş gəlmişsiniz Gülyaz xanım. Belə salamı ancaq Mədəniyyət kanalı ötürə bilər. Əlbəttə ki. Şax, şux, şaqrar, səsin ən gözəl rəngləri varsa ancaq Mədəniyyət Bütün kanalındadır. dünyaya Bəli. milli mədəniyyətimizi, milli birliyimizi, incə sənətimizi, tariximizi, idmanımızı, siyasətimizi, musiqi yaradıcılığımızı tanıtdıran mədəniyyət televiziyamız, ana televiziyamız. Günün mübarək olsun. Sağ olun. Mübarək Təşəkkür olsun. edirəm. Əslində Təbrik edirəm hər birinizi. Gülyaz xanımın bu mahnısında bütün sətirlər söyləndi. Mən də istəyirəm öz əlavələrimi eləyim ki, bizim paytaxt Bakıdan bütün dünyaya, bütün Azərbaycanlarımıza salam olsun. Azərbaycanın şimalına, şərqinə, cənubuna, qərbinə, hər yerə salam olsun. Salam Eşq olsun olsun. Azərbaycanımıza. Hələ bu mövzuda söhbətimizi davam etdirək. Buyurun Gülyaz xanım, siz də əyləşin. Teşəkkür Növbəti dəyərli qonaqlarımızı da var. salamlayırıq. Xoş gəlmişsiniz Bəli. dostlar. Qonaqlarımız Sizi isə görməyə çox şadıq. şair, publisist, türkoloq Əkbər Qoşalı, eyni zamanda Ramal Hüseynovdur. Mən söyləyim ki, Əkbər Qoşalı Azərbaycan Televiziyasının Mədəniyyət kanalında başqa Türkün Yurdu proqramının aparıcısıdır. Ramal Hüseynov isə başqa söhbət proqramının aparıcısıdır. Elə bu kontekstdə Əkbər müəllim söhbətimizi quracağıq. Elə Gülyaz xanım salam söylədi. Sizi mən salam söylədi. Mən istəyirəm elə davam etdirək bu mövzunu. Necə ki siz proqramınızda çıxırsınız, türkçülük, Azərbaycançılıq, bütün Türk ellərinə salam olsun deyirik. Elə burada da söhbətimizi davam etdirək. Çox sağ olun. Öncə əlbəttə 15 illik əlamətlər yubiley münasibəti ilə sizi, bütün tamaşaçılarımızı, bütün dostlarımızı, əməkdaşları, həmkarları təbrik etmək istəyirəm bir daha. Əlbəttə Bakıdan salamlaşmaq, Bakıdan salam vermək, Bakı sabahın xeyrin sanki Bakıdan dalğa-dalğa bütün dünyaya yayılmasıdır ki, hörmətli xalq artistimiz də bunu gözəl şəkilləndirdi. Siz də çox yaxşı izahlar verdiniz, necə deyərlər. Mədəniyyət haqqında əlbəttə bizim adı mədəniyyət olan kanalımız, o cümlədən də lütf edib mənə etibar olunan aparıcılığı Türk Yurdu verilişi, İstər mədəni irs baxımından, istər mədəniyyətin nəzəri problemləri, Azərbaycan mədəniyyətinin bəşər mədəniyyətindəki yeri və rolu və əlbəttə Türk dünyasının, bizim ortaq keçmişimizin, bugünümüzün və ortaq gələcəyimizin şəkillənmələri ifadə olunur. Mədəniyyət özü ilə bir tərəfdən salamlaşmaq da bir mədəniyyət hadisəsidir. Digər tərəfdən də hər mədəniyyət salam vermə qüdrətində deyil. Hər mədəniyyət o salamı qəbul etmək qüdrətində deyil. Baxın, indi mədəniyyət televiziyası yarananda 15 il bundan öncə torpaqlarımız işğal altındaydı da, respublikamızın 20%. O dövrdə bizim intonasiyamız nə idi? İşğala son vermək, mədəni abidələrimizin qorunmasından bağlı müxtəlif beynəlxalq təşkilatlara çağırış etmək ki, işğal altındakı mədəniyyət abidələrimizin taleyindən narahatıyıq. Mədəni irslə bağlı erməniləşdirmə, özgələşdirməyə qarşı gücümüzün yetdiyi qədər səsimizi duyurmağa çağırırdıq. Bugün isə
oradakı abidələri bərpa edirik. İşğal mədəniyyətsizliyindən quruculuq mədəniyyətinə keçir. Bax, bu Azərbaycanın və Azərbaycanın aid olduğu türk dünyasının mədəniyyətə baxışının bir ifadəsidir, bir təcallasıdır deyərdim. Ayrıca bizim dövlət başçımızın artıq bütün türk ölkə və topluluqlarında məşhur olan o ifadəsi ki, türk dünyası bizim ailəmizdir, türk dünyası bizim evimizdir. Elə bizim verilişimizin də əsli biri bax bu kəlamın necə deyərlər xidmətində duran verilişlərdir. Deyək ki, bax indi bu ay birinci Türkoloji Qurultayın əlamətlər yubileyidir. Bu yubiley münasibəti ilə dövlət başçımızın sərəncamı var. Bizim verilişdə artıq bu müzakirə olunubdur. Görkəmli dilçi alimimizin rəhbərliyi iştirakı ilə mədəniyyətin və türk dünyası mədəniyyətinin əlbəttə türk dünyası mədəniyyəti ilə bütün bəşər mədəniyyətini əhatə edir. Həm coğrafi baxımından, həm dərinlik, həm üfüq baxımından da zənginlik baxımından demək olar ki, biz də indi gücümüzün yetdiyi qədər çalışırıq ki, necə deyərlər, öz töhfəmizi verək, mümkün olduğu qədər bu mədəniyyətə layiq olaq. Və ən əsası köklərimizi unutmayaq. Bəli. Çünki sizin hər bölümünüzdə türkçülüyün bir vəhdəti var proqramınızda və unudulanları yada salmaq, onları yenidən gənc nəslə ötürmək bu gözəl bir missiyadır. Əkbər müəllim, bu işdə uğurlar arzulayırıq. Bütün yaradıcı heyətə, komandaya. Çünki veriliş ərsəyə gələndə böyük bir heyət durur arxasında. İstər texniki personal olsun, istər digər yaradıcı heyətin üzvləri olsun. Azərbaycan televiziyası ümumiyyətlə yarandığı gündən ənənələrə sadiq bir media orqanıdır. Amma həm ənənəni, həm müasirliyi özündə birləşdirməyə, bir vəhdət şəklində birləşdirməyə bacarıb. Məsələn, əgər yeni müasir dünyanın trendlərinə diqqət yetirsək, mən podkastlar var ki, onları xüsusi qeyd etmək istəyirəm. Danışıq dilimizdə, təqdimatda biz canlı efir izləyə bilməsək də, amma sonradan onu izləmək şansımız var. Yəni, bu bizə verilən bir şəraitdir, yaradılan imkanlardır və belə bir verilişlərdən biri Mədəniyyət kanalında bir neçə müddət öncə çox diqqətimi çəkdi. Ramal və ümumiyyətlə belə bir xüsusiyyəti var verilişin. Müzakirədə iştirakçı olmaq, amma həm də müzakirənin ortasında bir təzadlar, razılaşmalar. Yəni, bütün bunların hər birini siz o başqa söhbətdə birləşdirə bilirsiniz. Çox maraqlı qonaqlarınız da olur. İstərdim bu barədə siz danışasınız. Çox sağ olun. Əvvəla mənə bu fürsəti verdiyiniz üçün hər birinizə təşəkkür edirəm. Məni qonaq dəvət eləmişsiniz. Biz təşəkkür edirik, xoş gəldiniz. Həmişə belə təravətli, gözəl, yaraşıqlı görsənin efirdən. Və bugün bizim bayramımızdır və bütün indi aktiv vəziyyətdə televiziya və radioda çalışan, hətta müəyyən səbəblərdən işindən uzaq düşən həmkarlarımızı təbrik edirəm, fürsətdən istifadə edirəm və podkast məsələsi doğru vurğuladınız. Daha öncə canlı yayınlar idi, bunu insanlar sonra izləyə bilmirdilər. İndi texnikanın imkanlarından biz çox gözəl istifadə edə bilirik. İnsanlara davamlı izləyə biləcəkləri, istədikləri vaxt izləyə biləcəkləri bir layihələr işləyib veririk və bunun da adını podkast qoyublar. Əslində bu verilişdir. Hamımız bilirik ki, bu verilişin daha... Kökündə veriliş dayanır. Bəli, daha sadələşdirilmiş formasıdır. Biz proqramı hazırlayanda adətən cəmiyyətdə nədir? Cəmiyyətdə hər kəs deyinir, hər kəs şikayət edir, hər kəs birindən narazıdır. Amma heç kim düşünmür ki, bu niyədir ya da o işi özündən başlamaq istəmir. Nədəsə kimdənsə gözləyir ya da bir qəhrəmanlıq gözləyir ki, kimsə gəlsin, düzəltsin. Bu proqram ona görədir ki, biz şikayət elədiklərimizin səbəbini anlayaq və qəhrəman gözləməyək, anlayaq, dərk eləyək və özümüz hərəkətə keçək. Çünki biz hərəkətə keçməsək... Yəni, Ramal, doğru bildiyimiz yanlışlıqlar vardır. Onları bax, araşdırmaq. Bəli, bunun da yolu sadəcə bəzən bizdə gənclik, çox təəssüf ki, bunu deməliyəm, biraz fərqli düşüncəlidir və özündən daha ağıllını sadəcə ağıllı olduğu üçün yox, həm də bir çox meyarlarla qəbul eləməyə başlayıblar. Daha əvvəl biz Əkbər müəllim kimi bir qonaq görəndə biz dedik daha az danışaq, daha bilənlər danışsın, insanlar nəsə götürsün. Amma bugün biraz fərqlidir, hər kəs danışır, amma heç kim eşitmir. Biraz da bunu yaratmaq lazımdır ki, biraz da eşitmək lazımdır, həmişə danışmaq olmaz. Yəni, eşitmə mədəniyyətini formalaşdırmaq. Bəli, və burada da bizim məqsədimiz odur ki, qonaqlar ən azından sıxıcı olmayan ya da
bəzən bizim İctimaiyyətə maraqlı insanlar. Bəli, ictimaiyyətə maraqlı olan, fikirləri maraqlı olan, yeni fikirlər düşünüb insanlarda düşüncə yarada bilən, dəyər yarada bilən. Hətta bəzən fərqinə varmadan, məsələn, gündəlik rutində üstündən keçdiyimiz məsələlər var ki, O qədər var ki. o qədər maraqlı bu veriliş hə. vasitəsilə insanı düşünməyə vadar edir və Bəli, çox da uğurlu bir layihədir əslində. Bəli, insan düşünməlidir ki, misal üçün biz əgər bu problemdən danışırıqsa, bunun əslində qaynağı nədir? Nədir? Çox da sadə qaynaqlar olur, bəzən ki, heç düşünmürük, eşitəndə deyirik, buna diqqət eləməliymişik. Sadə demişkən, mövzuların sadəliyi, mövzuların elə cəmiyyətin içindən, cəmiyyətdən doğan bir məqamları siz ekranlara gətirirsiniz. Bu çox gözəldir. Mən burada bir istərdim elə ekrana, sizin proqrama nəzər salanda, bir ekrana baxanda, orada da sanki bir sadəlik hökm sürür. Bəzən insanlar, məsələn, veriliş dediniz də, siz də indi podkastda söyləyirik. Bəzən verilişlərdə dekorlar, işıqlar, rənglər, neon işıqları və s. Amma burada tamam sadə bir ortam. Bəli, İnsan çünki sanki bir evində mi deyim, bir Rahat bir maraqlı bir məkanda güşədə, söhbət edir. bir öz yaxını ilə, dostu ilə, bir sirdaşı ilə bəlkə söhbət edir. Sizin proqramda bu sezilir. Məqsədi ona görə ki, bizim orada danışılan söhbətlər fikir yayındırmasın. Çünki fərqli kadrlar, tez-tez dəyişən kadrlar, işıq, görüntü o söhbətdən yayındıra bilər. Bizim Təbii ki, o da yeri var. Bəli, yəni missiyası var da, hər bir verilişin missiyası var. Mənim missiyam düşündürmək, dəyər yaratmaq, insanlarda bir düşüncə sahibi kimi formalaşdırmaq, həm də iştirakçı eləmək olar. Özdə bir neçə istiqamətdə, ya siz düşüncə deyirsiniz və çox haqlı vurğulayırsınız. Bir neçə istiqamətdə tamaşaçıları sanki bir düşünməyə, sanki bu yollar ayrıcında olanları öz səmtini, öz yolunu tapmağa bir yardımcı olan bir məqamlar çıxır. Həm də ağır missiya var. Çünki bizdə Azərbaycan və Bakıda əsasən qonaqları dəvət eləyə bilirik. Bütün Azərbaycandan qonaqları cəlb eləyə bilmirik və aşağı-yuxarı bütün qonaqlar bizim hamımızın tanıdığı qonaqlardır. Həm də mövzu işləyəndə elə işləmək lazımdır ki, bu qonaq üçün də yenilik olsun. Qonaq hər dəfə gəlib eyni şey danışmasın. Və o mövzunu tapmaq, uyğun qonaqları tapmaq, o uyğun qonaqları... Bir araya gətirmək. Bəli, bəzən elə qonaq olur ki, bir cümlə ilə sənə cavab verir, sən onu danışdıra bilmirsən, bunu danışdırmağı bacarmalısan. Bunların hamısı o prosesdə baş verməlidir. Mədəniyyət kanalının missiyası da bundan ibarətdir. Bəlkə bəzən insanların düşünüb deyə bilmədiyini onlara çatdırmaq və onları düşündürməyə vadar etmək və Əkbər müəllimin də elə verilişlərini nəzərə alsaq, ortaq türk mədəniyyətində unudulanları yenidən yada salmaq. Hətta bəzən zaman kəsiyində türk dövlətlərinin biri-birindən fərqlilikləri yaranır ki, məsələn, o adət-ənənəni yenidən baxışdan keçirmək. Məsələn, Türk Dövlətləri Birliyində bu məsələ hər dəfə çözülür, amma buna bir daha mədəniyyət kanalının gözü ilə baxmaq bu verilişin əsas qayələrindən biridir. Dostlar, sizə təşəkkür edirik. Uğurlar arzu edirik gələcək işlərinizdə. Hələ sevginiz səngiməsin. Yəni, yeni layihələrlə yenidən sizi tamaşaçılar gözləyəcək. O ki, qaldı Gülyaz xanıma, mədəniyyət kanalı yarandığı gündən bizimlə bərabər addımlayan, Azərbaycan musiqi mədəniyyətinə xidmət edən, cani dildən xidmət edən, sadəcə elə belə deyil, artıq öz tələbələrini yetişdirən və mədəniyyət kanalında biz onları hər zaman eşidirik, gözəl avazlarını, səslərini. Sizin də mütləq eşitmək istəyirik təbrikinizi. Teşekkür ederim. Biraz önce yine de deyirəm və həqiqətən də bizi bütün dünyadan izləyirlər, salamlarımızı göndəririk buradan, elə öncədən də göndərdik və bütün kollektivinizə uğurlar arzulayıram, can sağlığı arzulayıram, gözəl, böyük bir yaradıcılıq, böyük bir iş prosesləri gedir bu televiziyamızda və mən xoşbəxt insanam ki, ana televiziyamızdan ilk dəfə səhnəyə çıxmışam. Çox gənclər deyirlər, o kanal, bu kanal, amma yox. Mən bunu heç vaxt biz tarixə düşən, Rəşad özü də hamımız biz tarixə düşəcək insanlardan sayırıq özümüzü. Çünki bu bir mehribanlıq, doğmalıq. Sənətə vəsiqə məhz bu sənət ocağından, bu məbəddən başladı. Bəli, ilk dəfə elə hələ 80-ci illər idi, Balaca Uşaq 82-ci, 83-cü illərdir. İlk dəfə elə ana televiziyamızdan biz efirə Gülyana xanımla çıxmışıq. Bəli. Və elə o zaman da hər zaman mədəniyyət kanalımıza yarandı və
Artıq 15 ildir. Bəli. Düzdür, 15 yaşımız olur və sevə-sevə hər zaman iştirak edirik, qürur duyuruq. Çox gözəl verilişlər təbliğ edirsiniz. Çox sağ olun. Gözəl kollektivdir. Çox sağ olun. Uzun ömürlü olsun. Gülyaz xanım, əslində həmkarım Nailə söhbətin əvvəlində, bu bölümün əvvəlində vurğuladı. Böyük bir heyət. Mən istərdim elə siz başda olmaqla, Əkbər müəllim, Ramal bəy, siz başda olmaqla söyləyim ki, bir daha onun sözünü təsdiqləyim. Burada çalışanlar sözün əsl mənasında sənət fədailəridir. Yəni evdə nə qayğılarımız, indi həyatda nə keşməkeş olmasına baxmayaraq ekranın o sehri işıqlar, kameranın üzərində yanan işıqlar elədir ki, hər birini unutturur insana və Əkbər müəllim, sizin kimi dəyərli, gözəl insanlar, lazımi proqramlar. Bəlkə də sizin proqramın o mahiyyətini 10 ildən sonra daha gözəl anlayacaq. Bu hallar da ola bilər. Və Ramal ən bəy, əsası sizə uğurlar odur ki, arzulayırıq. ziyalı mühiti bizim kanalda formalaşır. Ümumiyyətlə, mən də bir əlavə eləmək istəyirəm. Əkbər bəy, çox üzr istəyirəm. Əkbər bəyin elədiyi iş ani dərhal reaksiya verməməlidir, ya da bir nəticə göstərməməlidir. O altdan təməldəndir. Bu təməli qoymaq və bunun üçün zaman xərcləmək böyük bir təşəkkür düşür əslində sizə və televiziyamıza. Çox sağ olun dostlar, minnətdarım. Bir daha təbrik edirik sizi. Çox sağ olun. Və Gülyaz xanım, Və sizi dinləməmək mümkün deyil. Mütləq sizin Bəxtiyar Vahabzadə, böyük avanızınız şairimiz və musiqisi Elnarə Xəlilovanın musiqisinə Yaxşı, bəli. Yaqut kimi mahnısını Siz də elə Yaqut kimi parlayırsınız. Çox sağ olun. Buyurun, xalq artisti Gülyaz Məmmədova.